N-yısı bitişdirici samitləri. N-yısı. Bitişdirici samitlərin əsas funksiyası sait ilə bitən sözlərə saitlə başlanan şəkilçi artıranda bu iki hissəni bir-birinə birləşdirmək üçün işlənilir. Məsələn, baba. Baba saitlə bitir. Mən bu sözə A şəkilçisi artırmaq üçün buraya bu bitişdirici samitlərdən birini artırırım. Babaya. Ancaq elə olur ki, bəzən bitişdirici samitlər öz funksiyalarını yerinə yetirmir. Bu nə deməkdir? Yəni, əgər n-yısı bitişdirici samitləri saitlə samit arasında işlənibsə, saitlə samit arasında işləndikdə öz funksiyalarını itirirlər. İşləndikdə öz funksiyalarını itirirlər. Yəni, əsas funksiyası saitlə saitin arasında işlənməkdir. Amma saitlə samit arasında işləndikdə öz funksiyasını itirir. Bu nə deməkdir? Məsələn, o əvəzliyinə dan-dən şəkilçisi artırırıq. Olur 10-dan. Buradakı n samiti bitişdirici samitdir. Və yaxud da o əvəzliyinə lar-lər şəkilçisini artırırım. Olur 10-lar. Burada deməli, saitlə samit arasında işləndiyi üçün n bitişdirici samitdir. Deməli, yenə deyirəm, n-yısı bitişdirici samitlərin əsas funksiyası saitlə bitən sözlərə saitlə başlanan şəkilçi artırdıqda, yəni onların arasında işlənməkdir. Əsas funksiya saitlə saitin arasında işlənməkdir. Ancaq elə sözlər ola bilər ki, n-yısı orada öz funksiyasını itirə bilər. Yəni, məsələn, saitlə samit arasında işlənib söz funksiyasını itirilmiş sayılır. Yenə deyirəm, məsələn, o əvəzliyinə mən həm dan-dən şəkilçisini artırdım. Burada 10-dan n bitişdirici samitdir. 10-lar, yəni buradakı n da bitişdirici samitdir. Başqa n bitişdirici samiti əsasən ismin hallarında işlənilir. S isə mənsubiyyət şəkilçisində işlənilir. Məsələn, bir söz deyək, baba sözünü yenə qeyd edirəm. Baba sözünə I, I, U, Ü mənsubiyyət şəkilçisini artırıram. Mənsubiyyət artırdıqda olur babası. Çünki mənsubiyyət şəkilçisində, deməli, saitlərin arasında s bitişdiricisindən istifadə olunur. Ancaq bu sözlərdə mənbə, mənafi, mənşə, mövqe, su, nə, tali. Bu sözlərdirsə, bu sözlər deməli mənsubiyyətə görə dəyişən zaman artıq s bitişdiricisini yox, y bitişdiricisini qəbul edirlər. Ona görə də testdə əsasən düşür ki, mənsubiyyətə görə dəyişərkən ümumi qaydadan kənara çıxan sözlər hansıdır? Bu sözlərdir. Bir də belə bir sual düşə bilər ki, məsələn, mənsubiyyətə görə dəyişərkən ümumi qaydadan kənara çıxan sözlərin hamısı isimdir. Xeyr, burada nə əvəzlikdir, yerdə qalan sözlər isə isimdir. Yenə deyirəm, bu sözlər mənsubiyyətə görə dəyişərkən s bitişdiricisini yox, y bitişdiricisini qəbul edir. O, bu əvəzliklərindən sonra vergülün qoyulması, o, bu əvəzlikləri. Bir işlə diqqət yetirək ki, o, kim və nə suallarına cavab verirsə, şəxs əvəzliyidir. O, kim və nə suallarına cavab verirsə, şəxs əvəzliyidir. Əgər o, hansı sualına cavab verirsə, deməli, işarə əvəzliyidir. Yəni, o əvəzliyində bir fərq var. Kim nə sualına cavab verəndə şəxs olur, hansı sualına cavab verəndə işarə əvəzliyi olur. Və şəxs əvəzliyi olduqda isim əvəz edir əsasən, işarə əvəzliyi olduqda da sifət əvəz edir. Və yaxud da suala cavab verən hər hansı bir nitq hissəsini sifəti ola bilər, fe'li sifət ola bilər, əvəz edir. Bu əvəzlik isə eyni ilə qayda burada kimdən sualına cavab verəndə deməli isim əvəz edir. Hansı sualına cavab verəndə isə sifət əvəz edir və yaxud da hansı sualına cavab verən bir nitq hissəsini. Ancaq bu əvəzliklə bu qayda əksinədir. Burada məsələn, kimdən sualına cavab verəndə şəxs əvəzliyi olmuşdur. Burada hansı sualına cavab verəndə işarə əvəzliyi olmuşdur. Burada isə fərqi yoxdur. Hər ikisində də işarə əvəzliyidir. Yəni, bu işarə əvəzliyi kimi həm ismi, həm sifət əvəz edə bilir. O, işarə əvəzliyi kimi sadəcə sifəti, yəni hansı sualına cavab verən nitq hissələrini, şəxs əvəzliyi kimi isə sadəcə ismi əvəz edə bilir. O ilə bunu, bu giriş qaydası idi. Bir də burada əlavə olaraq yazım ki, məsələn, o əvəzliyi, bir də bu, əgər hansı sualına cavab versə, deməli bundan sonra qətiyyən vergül qoyulmur. Hansı sualına cavab verəndə vergül qoyulmur. Ola bilər ki, həm cins üzvlər kimi işlənsin,
Hə, onda vergül qoyula bilər. Ancaq həmçinin zülflər kimi işləməyibsə, sonuna cavab verəndə vergül qoyulmur. Deməli, burada yəni sifət əvəz eləyəndə vergül yoxdur. Məsələn, nümunə kimi yazaq ki, o maşın bahadır. Hansı maşın? O maşın bahadır. Hansı maşın bahadır? O maşın. Deməli, burada hansı sonuna cavab verdiyi üçün burada mən vergüldən istifadə eləmirəm. Bəs o, bundan sonra vergül hansı hallarda qoyula bilər, ona diqqət edək. O və bu əvəzliklərindən sonra birinci deyim, isim əvəz edibsə, yəni kim və nə suallarına cavab veribsə, özündən sonra nələr gələndə vergül qoyula bilər, nələr gələndə vergül qoyula bilməz. Özündən sonra, əgər özündən sonra isim, sifət, say, zərf, fe'li sifət, sonra modal söz, nida, kitab. Əgər özündən sonra bunlar gəlirsə, deməli vergül qoyula bilər. Ancaq özündən sonra əvəzlik, feil, qoşma, ədat, bağlayıcı, bir də elə bil, güya, sanki. Bu modal sözlər gələndə vergül qoyulmayacaqdır. Bir də deyirəm, o, bu ismə əvəz elədikdə, yəni kimlə sonuna cavab verdikdə, özündən sonra isim, sifət, say, zərf, fe'li sifət, modal söz, nida, xitab gəlibsə vergül var. Bəli, bunlarda vergül var. Belə işarəsini və yaxud özünü yazaq, vergül var. Bunlar gəldikdirsə vergül yoxdur. Buna diqqət eləməliyik. Məsələn, gəlin bir nümunə daxilində göstərək. Deməli, tutaq yazıram ki, o bizə gəldi. Gəlin indi bu nümunəyə baxaq. O bizə gəldi nümunəsində o'dan sonra kim bizə gəldi? Birinci sualını veririk. Kim bizə gəldi? O. Kim sualına cavab veribdir? Bəli, kim sualına cavab veribsə, özündən sonra gələnə baxırıq. Biz əvəzlik olduğu üçün, deməli, o'dan sonra əvəzlik deyil, kim sualına cavab verirsə, kim və yaxud da nə sonuna. Özündən sonra əvəzlik gələndə vergül qoyulmur. Deməli, burada vergüldən istifadə olunmur. Və yaxud da yazıram ki, o nənəmgilə getdi. Kim nənəmgilə getdi? O. Kim sualına cavab verir? Özündən sonra da isim gəlir. Deməli, vergül qoyula bilər. Bir də deyirəm, o ilə bu. Kimlə sualına cavab verəndə, özündən sonra bu nitq hissələr gəlirsə vergül var, bu nitq hissələr gəlirsə vergül yoxdur. Bir də bir şey qeyd edeyim. Əgər məsələn, sualda deyilsə ki, hansı işarə vəzindən sonra vergül qoyulmalıdır, artıq siz o olan variantları oradan çıxarmalısınız. Çünki o işarə vəzini kimi işləndikdə özündən sonra vergül qoyulmur. Şəxs vəzini kimi işləndikdə vergül tələb eləyir və bu da işarə vəzini kimi işləndikdə vergül qoyula bilər. Çünki işarə vəzini kimi həm ismi, həm də sifət əvəz eləyir. Bundan əlavə bir dənə də qısa bir qaydanı burada yazım qeyd edeyim. Onda belə bir sual düşə bilər ki, vergül qoyula da bilər, qoyulmaya da bilər və yaxud da o, bu həm ismi, həm sifət əvəz eləmişdir və yaxud da həm mübtəda, həm təyin ola bilər. Bu cür suallar sizə verilirsə, məsələn, deyirəm, o binada yaşayır. Məsələn, deyirəm ki, bu cümlədə həm vergül qoyula bilər, həm də vergül qoyulmaya bilər. Və yaxud da o əvəzliyi həm ismi, həm sifət əvəz etmiş kimi sayılır. Yəni, iki cürdə başa düşə bilərik. Yəni, hansı həm mübtəda, həm təyin kimi götürə bilərik. İki cürü başa düşə bildiyimiz cümlələr hansıdır? Həm ismi əvəz eləyəndə qəbul etdiyi sualları veririk. Kim binada? Bu iki sualdan birini də götürə bilər. Kim binada yaşayır? O. Bir də sifət əvəz etdikdə hansı binada yaşayır? O. Əgər mən bu iki sualı da verə bilirəmsə, deməli bu ikili suallarımızın cavabı əsasən bu cürdür. Bu qədər.